Aşıq Telli Borçalı ilə ARB televiziya əməkdaşı arasında insident baş verib. Telekanalın yaydığı məlumata görə hadisəyə səbəb Telli Borçalının mahnısının 10 saniyəlik hissəsinin səhv yayımlanması olub. Həmin zaur verilişinin kamera arxası görüntülərində isə hadisə anı əks olunub. ARB-nin əməkdaşı baş vermiş hadisə ilə bağlı polisə müraciət edəcək. Bu yaşıma qədər 7 dəfə əməliyyat olunmuşam. Hərəsi də özünə görə ağır əməliyyat olub. Sonuncu əməliyyatda həkimin çiyninə vurdum ki, dur gedək əməliyyat et. Həmişə onu düşünürdüm ki, missiyam bitməyib, hələ yaşamalıyam, görəcək işlərim var. Onları bitirməmiş dünyamı dəyişə bilmərəm. Bu sözləri müğənni Nazim Pişiyari efirdən kənar verilişində deyib. Sənətçi keçirdiyi ağır əməliyyatlardan və səhhətindən danışıb. Dualar, həkimlər və Rəbbim məni ayaqda saxlayıb. Can sağlığı olandan sonra hər şey bəsdir. Canın sağ olmalıdır ki, ağır günlərdə addımlayasan. Pozitivlik lazımdır. Ən çətin neqativ anımda pozitiv olub özümü ruhlandırıram. Öd kisəmdə əməliyyat zamanı problem olduğu üçün hələ də əziyyət çəkirəm. Amma şükür edirəm ki, rəngləri görə, yeyib dad hiss edə bilirəm.